Salam. Demək bugün nə eləmişəm? Səhər yuxudan durmuşam, yeməyimi yemişəm. Səhər dediyimdə saat 10-un yarısı durmuşam. Çünki dünən heç bir işim yox idi. Ona görə səhər biraz özümə istirahət verdim. Durandan sonra da hardasa 1 saat telefonla qurdalanmışam, çay içmişəm, yemək yemişəm. Uşaqlar da özlərinə çörək istədilər, qızartdım, çörək yedilər. Yəni nə istədilər elədilər. Sonra Məhəmməd şimdi getdi dərsə. Əli mənə kömək elədi, öz otağını səliqəyə saldı. Mən də bir səliqəyə saldım, toz soranladım, kuxlanı yığışdırdım. Bir də paltarlar qaldı, onları da atmışam yolmağa, yəqin ki bitər. Çıxırıq, gedirik şəhərə. Şəhərdə görəcək 3 dənə işim var. Universitetdə qalıb mənim tələbə biletim, gedib onu götürməliyəm. Onun yanında da Rebus mağazasından götürəcəm. Uşaqlara 1 iyuna hədiyyə sifariş eləmişik. O sifariş üçün paketlər lazımdır. O paketləri oradan götürəcəm. Ondan sonra bir kafedə Əlinin pencəyə qalıb, çoxdan qalıb, aprel ayında zəng elədim. Dedilər ki, hə, hələ də buradadır. Onu da yeyib götürəcək. Sonra oturub bir şey yeyib, sonra çıxıb gələcək. Belə. Baxın, mənim günlərim necə doludur da, bir məsləhət üçün bunu soruşuram da. Necə eləyə bilərəm ki, bu şeylər mənim evimin düzənini pozmasın və gündəlik həyatıma, dərs oxumağıma təsir eləməsin. Yəni, siz mənim evimdə olsaydınız, necə bölüşdürərdiniz işlərini? Məsəl üçün, mən hələ də ingilis dili oxumamışam, amma çox istəyirəm. Sabahları, məsəl üçün, bizə kursu yoxdur, tip kursu yoxdur. Ona sabah düşünürəm, ümid edirəm ki, sabah oturub tip dərsinə əvəzinə ingilis dili öyrənəcəm 3 saat. Hətta bir dənə belə bir challenge eləmək istəyirəm ki, 10 gün 3 saat listening, praktik eləmək istəyirəm. Bilmirəm, inşallah alınar. Amma mənə, məsəl üçün, məsləhətlərinizi gözləyirəm. Bir xanım keçəcək və yazmışdı ki, bu qədər qab yuyursan, qab yuyan olsa çox yaxşı olar. Hə, indi ciddi düşünürəm. Getdim, baxdım, 600 manata falan qab yuyanlar var idi. İndi bilmirəm, ortalama qiymət nədir, yaxşı qab yuyanın qiyməti nə qədərdir. Yəni, maraqlanmamışam. Ümumi girdim mağazaya, baxdım. Hə, orada 600 manata var idi. Yəni, mən düşündüyümdən də ucuzdur. Hətta demək olar ki, mənim bütün işlərimi görəcəkdir. Yəni, 2 dənə mənə çətin iş var. Paltar yumaq, sərmək, ütüləmək, bir də qabları yuyub yığışdırmaq. Yemək pişirməkdə yeməyi hardasa zakaz eləyə bilirsən, amma qabları kimsə çağırıb yuduzdura bilmirsən. Ona görə bu mövzuda məsləhətlər mənim üçün önəmlidir. Fikirlərinizi bildirsəz, çox sevinərəm. Belə, getdik. Görək başımıza nə gələcək bugün. Hər birinizi kanalımda xoş gördük xanımlar. Deməli, başımıza gələcəklərdən xəbərimiz yoxmuş kimi çox masumca işlərimizi görməyə gedirik. Amma əvvəlcə qeyd edirəm ki, əgər kanalımda yenisinizsə, kanalım bir də qarşınıza çıxmaya bilər və məni tapmaya bilərsiniz. Buna görə mütləq abunə olun, bildirimləri açın ki, mən hər dəfə bir video paylaşanda sizə gəlsin, xəbəriniz olsun və izləyin. Və bəyəniləri qoysanız çox sevinərəm. Çünki mən baxaram, əgər bəyəni sayı izləyici sayına yaxındırsa, çoxdursa, demək ki, bu kontent sevilib və onu davam elətdirirəm. Yox, əgər görürəm ki, bəyəni yoxdursa, həmin mövzuda bir də paylaşım eləməməyə çalışıram. Ona görə mənim üçün bəyəniləriniz, kommentləriniz çox önəmlidir. Fikirlərinizi məndən bölüşsəz, çox sevinərəm. Demək, biz yolda gələndə, əslində 1-ci universitetə gedəcəkdik, Bakı dövlətə gedəcəkdik. Amma oğlum dedi ki, bəlkə 1-ci gedək Pencəyimi götürək. Pencəkdə içəri şəhərin yaxınlığında yerləşən bir antikafe var, oradadır. Videonun əvvəlində qeyd elədim ki, aprel ayında qalıb orada, amma yox, mart ayında qalmışdı. Nəsə gəldi, bura qədər hər şey normal idi. Gəldi antikafeyə, mən əvvəlcədən zəng vurmuşdum ki, bizim pencəyimiz qalıbsa gələk götürək. Dedilər ki, hə, qalıb buradadır. Getdi, dedim ona ki, bizim pencəyimiz burada qalıb. Hə, orada işçi bildi də, hansı pencəydi, sırazu bildilər və gətirib verdilər bizə. Bura qədər hər şey normaldır. Sonra da oğlum buradan çıxanda biz mola getməliydik, yemək, gənclik mola. Əli dedi ki, mama, bəlkə bura yaxın bir McDonald's varsa, elə gidiyor orada oturaq da, bir də mola getməyək. Bura ən yaxın McDonald's var. Dedim, hə, oğlum var. İşimizin birini həll elədik. İndi Əli acıdı, gedirik onu yemək almağa. Mənim kartım. Əlinin öz fikri ilə, Əlinin təklifi ilə Targovada ən yaxın McDonald's-a getdik. Burada da Əlinin almaq istədiyi bir dənə Happy Meal paketi var idi. İnternetdə görmüşdü deyəsən. Çünki biz soruşduq, McDonald's-da yox idi. FIFA ilə, Adidas'ın işbirliyi ilə top verirdilər içində hədiyyə. Bunlar da yox idi. Və burada da oğlumun sevdiyi favori youtuberlərinin məhsullarının satıldığı bir mağaza var idi. Çox maraqla baxdı burada. Hər şey xoşuna gəldi, hər şey almaq istəyirdi.
Mən piyada gəzməyi, yürüyüş eləməyi çox xoşlayıram. Hətta boş vaxtım olanda əgər evdə bir işim yoxdursa, harasa getməyəcəmsə, nə isə eləmək məcburiyyətində deyiləmsə ki, çox az olur bu şeylər. Onda mən çıxıb evdən harasa gedirəm. Yəni yürüyüş eləməyi çox xoşlayıram. Mənə elə gəlir ki, beynim update olur, yenilənir. Və bəzən yolda gedəndə meditasiya eləyirəm. Yəni mənə çox yaxşı təsir edir. Beynim sakit susur, sakitləşir. Bu da mənə yaxşı hiss elətdirir. Deyəsən əlinin də xoşuna gəldi. Çünki heç deyinmədi. Heç demədi ki, mama nə qədər yol gəldik. Normalda o əsla gəzməyi sevmir. Walking eləmək onun ən sevmədiyi şeylərdən biridir. Hətta biz bəzən çıxanda, yəni keçən illərdə də havalar yaxşı olanda çıxanda ağlayırdı ki, özün get, məni aparma, bu nədir mən gətirmirsən, mən peşkom getmək istəməm, çox deyinirdi. Bu dəfə nəsə çox belə xoş oldu ona da. Bəlkə də gəzdiyi yerdən də çox şey asılı. Məsələn, tanımadığı ya da gic-gic gördüyü ya da xoşuna gəldiyi yerlərdə yəqin ki, deyinmir, bilmirəm, yəqin ki, buna əlaqədadır. İstəyirəm ki, demək gözümün qabağında ağrıdır var. Ondan ağrıdır işlədim. Mən yeni başladım. İndi yemək yesən. Mənə alarsan. Bilmirəm, fikirləşməm heç. Küləklə get, nə almıyorsan mənə. Amma alarım. Nə alırsan? Bir dakika. Kartoşka? Hə. Yo, yablочный пирог. Pirog istəmirəm. Mən kofe Almalı pirog. yemək istəmirəm. Kofe? Hə. 350 manat. 3 manat 50 qəpik olsun. Yox, böyük boy olmanak. Mən sən normalda ol. Normalını istəmirəm. Niyə? Balacadır, mən doymam. Mən Adidas set combo alacağım. Düşündük ki, əvvəlcə içəridə oturaq, içəridə yer götürdük. Daha sonra mən dedim ki, Əli, bəlkə çöldə oturaq, hava qəşəngdir, soyuq deyil, həm də günəşlidir. Çöldə otursaq daha yaxşı olar, mənə maraqlı olar. Dedim, amma olar. Getdik çöldən bir dənə yer tapdıq, oturduk, bir dənə yer boş idi, sanki o da bizi gözləyirdi. Getdik orada əyləşdik, çöldə nə baş verəcəyi, sürprizdən xəbərimiz yoxdur hələ. Burada Əli bu şarı evə qədər gətirdi də. Təsəvvür edin, metroda o qədər basırıq idi ki, şar kimsə onun bunun başına dəyirdi. Deyir, oğlum nə olar, bunu çıxarıb bir dənə ataq zibil qutusuna da. Yox, deyir, mən bunu evə qədər aparacağım. Marşrutda da qoymağa yer yox idi. Deyirəm ki, gəl bunu ataq, deyir, yox, mən evə aparacağım. Hər kəsi dəyə-dəyə, ona da biabr ola-ola, axır o şarı gətirdi evə, evdə oynayanda partladı. Baxın, gətir mənə. Təbii ki. Və videonun bu hissələrini əsla kəsməyəcəm. Necə gözəl mənzərədir, hava çox gözəl idi. Amma birdən-birə yağışın yağmağa başlaması, birdən-birə necə qara buludların gəlməsi, bunların hamısı olduğu kimi editsiz sizlə paylaşacağım. Bilmirəm, təbii bir təbiət hadisəsidir bu əslində. Normal bir təbiət hadisəsidir. İnsanlar var idi ki, qorxurdu. İnsanlar var idi ki, sadəcə zarafatlaşırdı bu mövzudan. Mən çox xoşbəxt hiss elədim. Yəni, səbəbini bilmirəm. Amma aşırı mənə gözəl hiss elətdirdi. Hər şey həqiqətən Allahın əlindədir və hər şey bir anda baş verir. Videonun bundan sonraki bölümü editsizdir və olduğu kimi kəsmədən sizlə bölüşürəm. Və videonun başındakı qeyd eləmişəm, bu 3 dənə iş görməli idim çöldə. Bunlar başqa bir planladığım kontentin bir hissəsi olacaqdı. Amma ki, bu hadisə ilə rastlaşmağı, yəni neçə dənə təsadüf üst-üstə düşməli idi, neçə dənə qərar üst-üstə düşməli idi ki, biz bu hadisənin canlı şahidi olaq. Onların hamısı üst-üstə düşdü və mən belə qərara gəldim ki, bu hadisəni hansısa bir vloqun bir hissəsi eləməyim. Bütövlüklə vloqumu sadəcə bu hadisəyə ayırdım, bu gəzintiyə ayırdım və mənə elə gəlir ki, paylaşdığım ən gözəl vloq ola bilər.
fikirləşmişdim ki, Bakıya girəndə. Hə, yağış da yaxa bilər. Məncə o gün yağış yağır. Hə, elə fikirləşdin. Hə. Ona görə yağdı. Hə, yağdı. Bilmirəm ki, bu nədir? Yağır. O da yağlar. Ürəyim yanmışdı ya ona. Niyə? O nə yağışdı Allah? Vallahi. Zeyf yağır. Bu nədir? Ay ürəyim. Vatandaş sakinler, xahiş ederek nizam intizam edilmesidir. Qatar bir neçə saniyədən sonra yola düşəcək. Maceramız bu ilə də bitmədi. Qatar bir neçə dəfə yerdə saxladı və bəlkə 5, 10, 15 dəqiqə, yəni təxmini mən saat deyirəm, yəni çox olar ki, az olmaz da. Bu qədər müddətdə tuneldə dəfələrlə dayandı metro və çox insanın halı pisləşdi, həmçinin əlinin də. Gəldik universitetə, gedirik tələbə biletini götürək. Metroda 2 saat qalmışdıq. Sürücü də bilərəm. Gözləyün. Allah. Su ilə gedə bilmir qatar. You will speak. Birinə su lazım idi, onun üçün yandırdılar. Ona kömək eləyərlər də sonra. Bax, anan köhnə universitetə ara olub. Ara. Azmi, qabaqda yekə bina var. Hə. Ay, qorxdu. Eləmə, qorxacaq. Gəl gedək. Buran. Tələbə biletim kimdədirsə o işdə deyil. Gəldik paketləri götürməyə. Buradakı işimizdə də problem oldu. 3 dənə paket çatmırdı. Dedilər ki, gözləyin, yarım saata gedək depodan götürək gələm. Mən də dedim, uzaqdan gəlmişəm, ev yoxdur, gözləyim. Demək, metroda başımıza nə gəldi? Bağlı qatar tuneldə çox gözlədiyi üçün klaustrofobiyası olan insanların halı pisləşməyə başladı. Yanımda oturan xanımın da halı pisləşdi. Onu da yanında məktəbdən uşaq götürmüşdü, gəlirdi. Mənim də yanımda sağımda xanım oturmuşdu, solumda da Əli oturmuşdu. Xanımın da halı pisləşdi. Eyni vaxtda Əlinin də halı pisləşdi. Mən də bilmirəm hansına kömək eləyim. Əlimdə kofe içmişdim, buzu qalmışdı. Verdim xanıma ki, bunu üzünüzə, boynunuza qoyun, biraz sərinlənin. Əlinin də köynəyini falan soyundurdum. Başının üstündə bir dənə xalı dayandı. O gördüm ki, Əli həqiqətən pis hiss eləyir də. Yanımdakı xanım sağ olsun, dedi ki, sən yekə oğlansan, gitsin ki, sənə saqqız veririm. Götürdü saqqız verdi, Əli başladı çeynəməyə. Mən də telefon verdim ki, biraz iqra oynasın, başı qarışsın. Amma həqiqətən halı, yəni, mən heç Əlini elə görməmişdim də, çox belə pis hiss elədi orada. Düzü demədi, qorxuram falan filan da, amma mən hiss elədim ki, mən gördüm ki, o qorxurdu və mən buna görə çox pis oldum. Zülümlə, icazə ilə falan universitetə girmişəm. Tələbə biletsiz, bilirsiniz, universitetə girmək mümkün deyil. İcazə ilə falan girmişəm ki, gedim tələbə biletini götürüm. Deyirlər ki, tələbə biletin kimdədirsə o burada deyil. Gələn həftənin 1-ci günü gələrsən. Mənim nə bilim, bir də Allah bilir nə vaxtım olacaq, gedəcəm. O da qaldı elə. Amma paketlər gəldi, götürdü. Yarım saat gecikmiş olsa da götürə bildik. Paketləri götürdük. Gedirik evə. Hazır. Eve gəldim. Qalığımı dedim ki, hissə çəkim. Sonra birləşdirib maraqlı bir şey alındırım. Yəni həftə sonuna qədər hazırlayıb bitirərəm deyə düşünmüşdüm. Siyasını tutmalıyım. Sonra kompüterdə biraz işim var. Öz səhifəmə video yerləşdirəcəm. Bu arada TikTokda da zakazlarım var. İnanmadım ki, TikTokda zakaz var. Amma təsəvvür edin ki, Instagram üçün mən əməli başda pul xərcləmişdim də. Yəni satışlarım olsun deyə. Amma Instagramdan cəmi 2 ya da 3 sifariş almışdım. Amma TikTokdan heç nə pul xərcləmədən artıq 2 sifariş almışam və bunu çox sevinirəm. Üst-üstə salmaq istəsəm ki, bugün yağış olacaq, yağışda haradasa çöl bir yerdə mənzərədə oturup, inanın ki, bunu alındıra bilməzdim də, çox möhtəşəm oldu. Evə gəlmişəm, o mənzərədən o qədər zövq aldım ki, orada olmaq, o an orada var olmaq çox gözəl bir şeydir, çox yaxşı hiss elədim. Ki, bir şey qeyd etmək istəyirəm. Mənim vloqlarımda nə sizə yorucu gəlir, sıxıcı olur, hansı hissəsini ki düşünürsünüz uzadıram və daha nələr görmək istəyirsiniz. Bu barədə kommentlərə mənə kömək eləsəz, yəni dəstək olsanız, fikirlərinizi bildirsəz, mənim üçün kömək edin. Mən onları dəyişdirərəm və çalışaram ki, yəni insanların xoşuna gələcək tərzdə paylaşım, onlara faydam dəysin, ən azından bir motivasiya alsınlar. Heç nə deyə bilməsəm bir motivasiya verim. İnşallah ki, yəni like eləyin, komment yazın, bildirişləri açın ki, mən video paylaşan kimi sizə gəlsin, siz də izləyin. Mən hər dəfə orada görüntülənmə sayını görəndə, komment görəndə, daha elə vaxt olur ki, gecə saat 2-də, 3-də suzduyuram, oyanıram su içməyə. Sırazı səhifəni yeniləyirəm ki, görəsən nə yazıb. Kimsə mesaj yazıldığını görəndə çox sevinirəm. Yəni, bir abunə belə artıqda çox sevinirəm. Məni həqiqətən xoşbəxt edir. Mənə dəstək olsanız, mən də həvəslənərəm və davam edirəm vloqlarıma.
bura qədər izləmişsinizsə, bura qədər gəlmişsə demək həqiqətən də mən sizin üçün maraqlıyam və daha maraqlı nələr eləyə bilərəm, inan ki, bu barədə düşünürəm. Hətta bəzi şeylər var ki, artıq planıma salmışam o şeylər ki, sırf kontentimdə maraqlı və faydalı, sadəcə maraqlı olmasın. Maraqlı çox şey eləmək olar, amma ona heç bir faydası olmaya bilər. Amma həm maraqlı, həm də faydalı ki, insanlar nəsə bir şey götürə bilsinlər məndən. Yəni maksimum dərəcədə səmimi olmağa çalışıram, içdən olmağa çalışıram. Mən düşünmürəm ki, mən belə eləyərəm, kimsə mənim haqqımda nəsə pis fikirləşər. Yox, nəyəmsə onu göstərməyə çalışıram. Mən aktyorluq heç nə eləmirəm. Aktyorluq eləmirəm. Dedim, yalandan özüm olmadan kimi göstərməm. Nəyəmsə o ya. Mən yəni belə necə deyim, temperamentli insanam. Düzdür, qıraqdan əslində soyuq göstərirəm, amma çox temperamentli insanam. Belə necə deyim, heç vaxt yəni neqativə düşə bilmirəm, neqativə fokuslana bilmirəm. Bəzən səfərlərdə görürəm, yəni demirəm, ha, yəni onlar səhvdirlər. Amma mən elə şey eləyə bilmərəm. Çünki istəmirəm insanlarda qıcıq yaratmaq. İstər özümə qarşı, istər nəyəsə qarşı. Yəni əgər bu varsa da bunu mənə burada deyil, mən bunu düzəldərəm. Deməli belə şeylər görürəm ki, danışır ki, nə bilim, qaynanam yoldaşıma deyir ki, pul mənə verməlisən, evimi dar eləməli, məndən cəza almalısan. Bu ola bilər ki, bunu hekayə kimi danışır, amma bu kimlərdəsə qıcıq yaradır və o qıcıq yaradaraq özünə kütlə toplayır, amma o insanın qıcığını tetikləyir. Yəni bu pis bir şeydir. Mən belə olsun istəmirəm. Mən istəyirəm ki, kimsə mənə baxdısa, məsələn, mənim elə izlədiyim insanlar çoxdur. Baxıram, oradan nəsə bir şey götürürəm və qərar verirəm ki, mən həyatımda bu şeyi dəyişməliyəm ki, bura çatmaq üçün və həyatımda nə qədər mən dəyişikliklər yaşamışam. İnşallah qismət olar bir gün oturaram, bu barədə danışaram, bu barədə paylaşımlar eləyərəm. İstər çəki salmaq olsun, dünya görüşünü dəyişmək olsun, sağlamlığında özüm özümə kömək eləmişəm, özüm özümə dəstək olmuşam. Mənə qıraqdan dəstək olursa olsun, insan özü dəyişmək istəmirsə, onu dəyişdirmək deyil, mümkün bir şeydir. Yəni ən güclü dərmanlar belə sağalmaq istəməyən xəstəni sağaltmır. İnşallah bu barədə çox paylaşımlarım olacaq. Bugün yaşadığım şeyə görə qəlbən şükür edirəm. Hələ də yəni sevinç içindəyəm. Hələ də necə deyim, yadıma düşəndə çox belə doluram sevincdən. Xoşbəxt hiss elədim yəni. Buna görə Allaha həmd olsun, şükürlər olsun bizə yaradana, yaşadana və bizə bu gözəl hadisələri göstərənə.